Deməli uşaqlar, bugünkü dərsimiz numbers, yəni saylardır. Saylar rəqəm kimi, burada numbers rəqəm kimi yox, say kimi yazmışam. Yəni nitq hissəsi kimi yazmışam. Saylar bizdə bölündü iki yerə. Ordinal numbers, cardinal numbers. Ordinal numbers sıra saylarıdır, cardinal numbers isə miqdar saylarıdır. Azərbaycan nə bilir ki, miqdar sayları, yəni əşyanın sayını bildirir, miqdarını bildirir. Sıra sayları isə əşyanın sırasını bildirir. Adından da məlumdur. Yəni sırasını bildirir. Burada öyrənməli olduğumuz nə var? Biz zaten cardinal number bilirik. Yəni 1, 2, 3, 4, 5, yəni hər birimiz bu sayları bilirik, yəni mükəmməl şəkildə deyə düşünürəm. Bilməyənlər varsa hələ də bunun yazılışını, birinci bunu öyrənsin. Yəni bunu bilməyən, məsələn, 2 necə yazılır bilməyən artıq bu ordinalda çaşacaq. Ordinal number isə sıra saylarıdır. Əşyanın dediyi sırasını bildirir. Burada təkcə 1, 2, 3 kökündən dəyişir. Qalanları isə sona th, yəni th deyirik də. Th hərfini artır, olacaq sıra sayı. Amma yalnız birinci, ikinci, üçüncü th-la düzəlmir ha. Yəni sən onu kökündən dəyişməlisən. Baxaq necə kökündən dəyişir. Kökündən baxın belə dəyişir. Əzbərləyəcəksən. Birinci, ikinci, üçüncü necə olur? Birinci the first, ikinci the second, üçüncü the third. Baxın bunlar kökündən dəyişəcək. Qalanları isə baxın dördüncü. Necə yazmışam? Niyə burada z-ni yazmışam? Çünki qaydamızda var. Sıra sayları z artikli ilə mütləq işlənməlidir. Ona görə hər birinin yanında z yazmışam. İndi əsas məsələ nədir? İndi bunu sıra say eləmək. First sözünü yəni bilirik, yaza bilirik. Onun sonuna nə artıracaq? Hansı şəkildə artıracaq? Th. Baxın burada yazmışam. Yalnız 1, 2, 3-də artırmırsan, amma qalanlarında artırırsan. 5-ci the fifth, 6-cı the sixth. Bu uzana bilər. Məsələn yazaq 10-cu the tenth. Baxın ten yazdım. Artırdım th hərfini, th hərfini. Oldu 10-cu. Gəldik nəyə? Əsas nəyə yada saxlamalısan? Yəni bunu artıq 2-ci sinif uşaq da bilir. Amma əsas burada nəyə bilməlisiniz? Ona kimi sıra saylarını çox bilir. Bəs ondan sonra, məsələn, 32-ci desəm, 33-cü desəm necə olacaq? Burada artıq bir qayda var ki, sonu 1, 2, 3 ilə bitən sıra saylarında first, second, third ilə bitəcək. Məsələn, demək istəyirəm 21-ci. Onda mən 21 deməyəcəm. Elə bir şey yoxdur. Əgər 21-ci deyirsənsə, bax sonu 1 ilə bitir, onda deməli first ilə bitəcək. The 21st. Aha, məsələn 23-cü. 20-ni yaz, sonu bax 3 ilə bitir. Da 3 üstünə th falan yazma. 23-cü 23rd. Amma qalanlarında məsələn qalanlarına baxın 45-ci. 40-ı yazacağım. The 40. 5-ci də nədir? 5th. Всё. Yəni bu belədir. Yalnız dediyim kimi istisna 1, 2, 3 ilə bitəndədir. Niyə? Çünki nə demişdik? 1, 2, 3 kökdən dəyişir. Baxın, ona görə də burada 1, 2, 3 ilə bitirsə, yenə kökdən dəyişəcək. Aha, baxın nümunələr yazdım bura. Məsələn, 36-cı yaz desə sənə, yaddan salacaqsan ki, 30 nədir? 30. Amma mütləq z-ni yaz, çünki sıra saylarında z olur. Bir də, bax 6 ilə bitir də, problem yoxdur. Bir dənə problem 1, 2, 3-dədir. Qalanlarda problem yoxdur. Bax, 6 ilə bitir, 6. Aha, deməli baxın burada 6-dir, çünki 6-dır. Cür şəkilçisi də ingiliscəsində th-dir. Baxın artırdım, oldu 36-cı. 48-ciyə baxaq. 40 nədir? 40. 8-ci nədir? 8. Belə. Amma 41-də уже biraz şübhələnəcəksiniz, dayanacaqsınız. Çünki sonu nə ilə bitir? 1 ilə bitir. 1 ilə bitirsə, orada istisna olacaq. Yəni 40-ı yaz, the 40. Bir də nədir? Birinci. First. Baxın, ona görə 41st oldu. Yəni, qayda budur.